Ne piyan? Bu ne da? Piyan piyan kızlar. Mənə güzlər çatdırıyor. Kızlar 18 yaşlarında piyan piyan. Elə bilirlər salam verəcəm bunlara. Deyir Zuzu deyir bu. Kız rədd ol nasıl oyna. Salam da verməyim mənə. Salamı. Ben hiç kimi saymıram. Piyan da sözündə deyir. Zuzu da deyir bu. Biz balaca kızlardır. Gördüm piyan idi özündə deyir. Gör saat neçədir, mən işdən gücdən gəlirəm, bahardan gəlir. Deyir, Zuzu da bu. Kız hiç saydım, mən sayaram səni. Küçədəki içi sayaram səni. Sayaram mən səni hiç vaxt. Mən qızımın məhəllələrine işləyim. Mama. Sən bilirsən də mən küçələrə gedirəm. Niyə qapını bağlayırsan? Sen kim olacak? Aşağı. He. Aşağıdan bağlamak ne diye qapını təzə çıxıb da. İtirilmişim. Çıkası yanda. Ne tersiz, ne inirsiz. Askirine kızdı, piyandı. Kapının gücüne tapır. Küçük içmez seni sayaram. Sen balaca uşaqsan sen. Gör saat neçədir. Zızıt, bir salam verərəm mən sənə. Saat neçədir, küçədə gəzir. Tamam, zızıdır. Sənə salam verərəm mən. Hiçbir şey yok. Saat neçədir, küçədə gəzir. Bunu məktəb oxuyan yaşıdır, piyan küçədə gəzir. Mən buna salam verəcəm. Başın haqqı. Sənin o başın haqqı. O başına kraska qoymusan, fındıq boyda boyundan. Sənin başın haqqı ilə. Sənə salam verəcəm. Piyan elə. Ay Allah. Fındıq boyda başın haqqı. Mən sənə salam alacağım, sənə salam verəcəm. Sen başın gelir diyesen. Başka tiktokerlere başın gelir senin. Sellime o. Sellimler var, konserler. Başın olabilir. Piyanda belə. Atanmırsan, sızıdır. Ben de böyle baktım böyle. Ayaqüstü yıxılır. Bu evi yerə soxum sənin. 32 yaşım var. Həyatı boyu yıxılacaq qədər içmədim. Heç vaxt. Heç vaxt. Bir gün padruqamla getdik restorana. Əlimdə belə sumka var idi. Yo, əlimdə sumka yox idi. Getdik tualetə gəldik. Sumkanı götürmək istədim, düşdü yerə. Belə elədim. Aynur ayaq sürücü çağır, mən gedirəm.
Çağırdım, çıxdım, getdim. Gördüm özümü idarə edə bilmirəm, day bacı. Ondan sonra oturdum, fikirləşdim ki, kül mənim başıma. Nə var içirsən? Nə vacibdir? Yox, nə vacibdir? Bu içkini içib özünü apara bilməyəcəksən ha. Neyinirsən? O içkini içərsən, bir bağda, bir rayonda, gözəl bir yerdə deyərsən, gülərsən. O kusana qədər içirsən, o özünü də bilmirsən, düşük. O lazımsız bir şeydir. Yəni. Hər baxırdım elə. Elə baxırdım, hamısına baxdım. Prosta neyimə lazımdır? Mənə qalıb, mənə problem lazımdır mənə. Mən yazılı şəkildə lalam. Mənə problem yaratdıqları qədər yaradıblar, hamı bilir. Mən oturmuşam yazılı şəkildə, sözümü də yazmışam. Atda çəkmirəm, məndən uzaq Allaha yaxın sözüm. Allah. 2 dənə balaca az yaşlı uşağım var, yazdıqdır mənim uşaqlarım. Mənə elə problemlər yaratdılar, gəl görəsən. Mənə adam lazımdır ki, qabağınıza qoyub ağlayasınız mənə üçün. Mən ağzımı açıb danışa bilmirəm. Mənə üçün oturub ağlayarsınız burada. Oturub hönkürtü ilə ağlayarsınız. Ki canayısınız. Vallahi. Mənə üçün oturub ağlayarsınız. Oturub ağlayır. Mən üçün elə kimə danışırdım, ağlayırdım. Mənim başıma elə oyunlar gətirdilər ki. Gəl görəsən, necə lazımdır, mənim ağzımı çırdılar, qoydular. Qoyun, oturmuşam, sakit sən Allah. Boş ver. Neyse. Özünüz neyinirsiniz, nətərsiniz, niyə yatmırsınız aşklarım mənim? Nəcəb yatmırsınız, neynəmirsiniz? Nay. Mənim də yuxum gəlmir, heç yuxum gəlmir. Az yaxşı eləyirsən, gördüm bu yaxçanında səni, ürək atdım sənə də, erərə də. Yubka ilə evdə necə, yubka deyir ki, cındır şortikdir. Yubka deyir ki, yubka ilə mən burada otura bilib, özümü aralayıb otura bilmirəm. Əlbəttə. Xəstəyəm, canlımızdan uzaq. Oğlansan sən, arvadı boşal da məni. Heç olmasa 2 ayın gəlini olum. Əllərvi yox, yemək yiyirəm bəyəm. İndi girdim evə, ay xanım bir deyan da. Tuvalete heç girmədim deyan da. Kızlar, sizə bir dənə kahve deyim, alın. Mehmet Ali kahvesindən alın. O kadar güzeldi kızlar. Görüm trend yolda var. O kadar güzeldi. Dəhşət. Dadından doymarsız. O kadar güzeldi, tatlıdır. Məndə var evdə. Fındıqlı bilmirəm. Kareçnevi rəngdədir, qızılı kareçnevi. Mehmet Ali'dir, Ali Mehmet'dir, nədir ondan. Türk kahvesi o kadar tatlıdır. Ay Allah, bir damcı ona pezok da vurursan, bir damcı. Bir kaşığa da pezok. Məhəmməd Əfəndi. Az Məhəmməd Əfəndi. Mehmet Ali'dir, Məhəmməd Əfəndi. O kadar tatlıdır kızlar, o kadar tatlıdır. Amin ay ablama, bir dənə tatlıdır. Az mən içməmişdim, içdim. 200 stəkan içdim, ay bacı, davlenim qalxmışdı. Allah razı olsun, ay Bakinka, bravo da indirimdədir. Doğrudan alaram sabah. Aladadıdır, betantin, onu bilmirəm. Onu indi görmüsən, hə. Dayı 6 ildir içirəm, az vallahi içməmişəm. Surokuna bax, yaxşı. Arıqladır, alabaşı var, arıqladım, elə belə deyirəm, içirəm. Ölürsən elə arıqlayasan, verəm. Deyirəm, tatlıdır da, yenə al iç. Sırqaların içi almışam, bilmirəm, pastayankadaydım, oğlan almışdı mən üçün. Mən nə bilim, içi almışam, 2 manata, 3 manata, 5 manata, mən nə bilim. Başladılar yenə. Əllərindən bir dənə şey taxa bilmirəm. Nə tatlıdır, kofe, Mehmet Ali'dir, Ali Mehmet'dir, nədir ondan.
Dadlı da elə dadlı da ay bacı. Bu boyda şeydi. Az onu yekə stəkanda içərlər. Ciyərim yanır mənim. Mehmet Efendi, Mehmet Efendi. Sırası çapçıpa attım. Çapçıp mənə dedi ki, 2 dənə oğlan da ortalıqda qalıb. Bir oğlan gedir, gəlir başı. Bir oğlan sənə yazacaq. Bir oğlan gecə radələrində sənə yazacaq. Oğlan yazdı. Biri də dedi ki, oğlanın biri deyir, kafası gedir, gəlir, düz də deyir. O birisi də deyir, səndən yapışıb, səndən əl çəkə bilmir. Elə də çıxdı. Sonra dedi ki, sənin hələ ruzun yoxdur, olacaq ruzu. Ruzum kəsilib, baxın tüfürüm gözlərinə. Hələ pulum yoxdur, 2-3 gündür. Sonra mənə dedi ki, sən deyir, qərarımı qəti verməyə başlamışsan. Verməyə başlamışam qərarımı. Başladım qərar verməyə. Sonra dedi ki, gedəcəksən harasa. Nəzakət xalaya da deyirəm ki, dəqiq bax da, oradan mənə kafe. Mənə belə krantımın suyu axır. Deyirəm, krantımın suyu axır nədir? Deyir, burada krant görsədir, burada da suyu axır. Dedim, yekə arvadsan, sən də danışıqlı bilmirsən. 80 yaşım var, krantımın suyu axır nədir? Deyirəm ki, yolların açılır. Az yolların açılır, ara krantımın suyu axır nədir? Yox, yekə arvadsan sən, cəmaat var orada, oturmuşuq. Deyir, krantımın suyu axır sənin, deyir. Söz deyir o, söz deyir. O günlərdə oturub mənə belə eləyir. Mənim deyir, atam sənin yadındadır. 89 yaşın var sənin, atın Allah bir neçə yaşı olub. 94-cü ildə mən dünyaya gəlmişəm Bakıda. Mən nə bilim sənin atın kimdir? Mənə deyir ki, mənim atam deyir sənin yadındadır. El bir məhəllədə bir yedi bölmüşüm atası ilə. Özünün 80 yaşı var, atası neçənci ildə ölüb. Mənə deyir, krantımın deyir, suyu axır deyir. Hansı krant var? Krant var idi, qəhvənin içində, kofenin içində, krant. Özündən şey çıxardır, yalanını anladır məni. Az göndərdim çapçıya, qurban olaram az çapçıya. Çapçı mənə dedi ki, 2 dənə kişi ortalıqda qalıb. Bir kişi deyir, özünü dartır, o birisi kişi də deyir, heç bilmir, girsin həyatıma girməsin. Cəhənnəmə girsin, axırıncı giriş olsun. Az kəpənəkdir bu. Kəpəniyə bak, kurtdu kəpənik. Az gələr, girər evə. Uçur. Az heç girməsin, cəhənnəmə girsin. Qaradaşa girsin. Deyir, oğlan deyir, naz eləyir deyir sənə. Onun deyir, xəsiyyəti odur. Mən xəstə adamam, nevroloji xəstəyəm mən. Mən oğlana görə tezdən siqaretə oturum. Gəlirsən ki, gəlmirsən cəhənnəmə gəl. Bir dənə qərara gəl ki, nədə. Ya deyir gələcək, ya deyir gəlməyəcək. Cəhənnəmə gəlsin, qaradaşa gəlsin. Biri gəlib girib otursaydı, hamısını atıval verərdim. Deyir, düşünür, xasiyyəti deyir, odur deyir. Qəhvədə çıxır, götənin xasiyyətinə bax, hikkə. Cəhənnəm olasın. Xəstə hərləyirəm başıma. Hikkədir də. Tərəzi birçidir də, nə olacaq, sən Allah. Nə gözləyirsən? Tərəzi birçinin kişisindən nə gözləyirsən? Həlləm-qəlləm adamdır. Özünü qoyur dağın başına, fikirləşir. Görəsən, buradan düşüm, yoxsa yox, mən nə bilim. Nasıl oturmuş? Harda oturmuş? Mən qurban olaram tərəzi birçinə. Elə gözəl birçdir. İnsan özünü hər zaman uca tutmalıdır. İnsan özünü nə qədər uca tutsa, o qədər hörmətli olur. Tərəzi birçi gözəl birçdir. Gözəl, hörmətli birçdir. Özlərinə hörmət eləyir. Əlbəttə, əlbəttə. İnsan özünə hörmət eləyər. Bəli, tərəzi birçini deyirəm də. Bu yağa ikizlər birçindən danışırdım. İndi keçdik tərəziyə. Ölün öldüyümüz yerdə nə danışırım, deyirəm, nə yaxşı. Smaylıqlarla yola verin mənə. Gözəl birçdir, gözəl birçdir, gözəl. Çox.
Allah can sağlığı versin bütün bürclərə. Tərəzi bürcü də onun içində. Qurban olaram bu bürcə. Bəxt taleyimdir mənim bürcüm. Hə. Şeydə də çıxdı ki, qəhvədə də çıxdı ki, kranatdır, kranatdan su gəlir. Suyu da deyir, açan deyir, tərəzi bürcüdür. Tərəzi bürcü də deyir, uca yerlərdə oturur. Tarapıltı ilə deyəcək bir gün yerə. Yo, elə niyə deyirsən? Bax, sən bu yağları, mən səni misafirə də qoşdum. Sən bu yağ dedin ki, tərəzi bürcü pis bürcüdür. Mən səni istəmədim, acılıyım. Xahiş eləyirəm sənə, artıq əksik danışma. Olmaz. Mən sənə hörmətlə yanaşdım. Dəqiqlə, indi birazdan başı salacağım sizə, məsələlər var. Danışarıq. Danışarıq. Sakit yanım, birazdan dərdləşəcəyik. Bir dənə dəqiqləşdirim, mən məlumatlaşdırım deyə. Yox, hələ danışmayaq. Oturmuşuq. Gözəl bürcülər, bürcülərin şahı hal-hazırda tərəzi bürcüdür. Allah ona can sağlığı versin, ruzusu bol olsun. Öldüyün yerdə otur. Təzə elçi var. Elçi kimdir? Elçi kimdir? Yağışlı havadır, romantik hava. Cəmaat sevgisi ilə parkda gəzirmə, oturmuşam evdə. Ay Allah, ağcı qanat uçurur, mən ona baxıram. Uşaqlar, siz də uşaqlıqda milçəkləri bankaya tutub saxlayırdınız. Nəzakət xala dəli olub. Nəzakət xalanın o uşaqları Türkiyədə daxı. Deyir ki, nəvəm deyir, dəli olub. Deyirəm, az niyə? Deyir, qarışqalarla oynayır. Deyirəm, az nöşü. Deyir, şeydir, qarışqalardan başqa dostları yoxdur axı. Deyir, zəng gireyim nəvəm mənə ki, ayma, ay nənə deyir, o təzə dostlarım gəlib. O da deyir, hə, görsə də ay bala. Deyir, görür ki, balkonda qarışqalar. Deyir, atam da deyir ki, onlar Allahın əskərləridir, onları öldürmək olmaz. Doğrudan elədir, mən bilmirdim. İlk dəfə də eşidirəm. Nə bilim az, mən eşitməmişəm elə söz. Az, hə, eşitməmişəm. Deyir, Allahın əskərləridir, bilmirdim mən. Az, bu şeyə mən nə bilirəm? Sən hər şeyə inanma. Az, nöşün? Az, mən qarışqaları həmişə öldürürəm, Oy Allah, daha öldürmərəm. Uşaqlıqda öldürürdüm. Milçəkləri də bankada saxlayırdım. Darxırdım axı, dostlarım yox idi. Az tərəzi bürcüyə qurban olaram, ölərəm ayağımın altında. Sakit deyəndə mən sənə deyəcəyəm vaxtını. Mən sənə vaxtını deyəndə ağzımıza gələni danışarıq. Öldüyün yerdə otur, indi danışacağıq. Allah verdi də cəzasını. Qarışqaya aid surə var, hə. Deyəm, bir dənə dəqiqləşdirim. Hə, vəsə. Tərəzi, ay balçı, neyimizə lazımdır, tərəzi bürcü, az neyinirsə. Ged o ac-gic əkizlər bürcü ilə danış. Danış əkizlər bürcü ilə, ac-gic. Ləlün. Görsən vaqanı, yazıq uşaq, maşını satır, aliment verir. Görsən. Az tərəzidən sən maşın satdırıb aliment ala bilərsən. Az sənin hər şeyini satıb qoyar, ortalıqda qalarsan. Tərəzi ancaq ölçür. Salam verirsən, salam verir. Deyirsən, sağ ol, deyir, sağ ol. Demir, sağ ol dedim mənə. Demir, deyir, sağ ol. Adam ürəyini partladır, onun ürəyi partlasın. Danış. Mən sizə deyəcəyəm vaxtını, siz danışın. Oğlağı bilmirəm, oğlaq atam idi, hər şeyimizi satdı, gidizirdi arvadlara. Oğlaq yaxşı bizdə oturub dura bilərsiniz, xərcləyəcək sizə. Az tərəzilər. Heç uyğunlaşa bilmirəm. Heç uyğunlaşa bilmirəm. Balıq bürcü mənim anam. Bütün nəslini yedizdirdi, axırda da anam qaldı belə. Anama bir dəfə yığıb demirlər ki, ay xala, ay bibi, ay xala, sağsan yoxsa rəhmətə getmirsən, nəfəs alsan. Salam can, salam. Az balıq ömür boyu qazanıb qol məğrəbəsinə yedizdirir. Xərçəng bürcüm bilmirəm.
Balıq kişini bilmirəm. Balıq ərvətlər zəhmətkeş olur. Mənim anamın 2 dənə paltarı var, 3 dənə tursigi. Ox atanlar necədir? Ox atan mənim atam. O namına pullarını yedizdirdi, biz qaldıq belə. Ölürdü arvadlara pul yedizdirsin. Onunla gəzirdi, bununla gəzirdi. Hamısı da onu xoşlayırdı. Xoşları gəlirdi onunla. O arvadın evindən çıxırdı bu birisini, bu birisi o birisi. Ölürdü gəzsin. Ölürdü, reyi gedirdi. Axırda da meyidi qalmışdı ortalıqda. Balıq kişini məndən soruş, ay bacı dəli eləyir məni. Az niyə? Niyə yola gedə bilmirsən? Niyə yola getmirsən? Balıq kişini bilmirəm də. Mənim ərim əksər bir cölü olub, 1 manat xeyrin görməmişəm. Vallahi mənim ərimlə 1 manat xeyir görmədim. Qaynanan bir dənə güllü sırğa vermişdi mənə. Bir dənə üzü ilə. Onu da bilmirəm neynədi, neynəmədi. Evdə qırğın saldı, verdim ona, apardı, satdı. Yəni onlardan mən xeyir görməmişəm ailecə. Arvad deyəsən tərəzi qız. Arvad tərəzi qızı idi. Yox, tərəzi qız nədir? Yəni tərəzi bürcünün arvadı idi da. Qadın, qaynanam tərəzi bürcü qadın idi. Oğlu da əkizlər. Mən onlardan bir dənə xeyir görmədim. Bir dənə çorablarını giymədim, ay bacı. Vallahi, Qur'an and olsun. Bir dənə çorablarını giymədim, yazıq canım. Bir dəfə üzüm gülmədi. Ancaq gözümü açdım, eşitdim ki, ev mənimdir. Səhər olurdu, ev mənimdir, gecə olurdu, ev mənimdir. Vallahi, bunlardan ancaq bunu eşitdim. Raul da əkizlərdir, Rəhimə də əkizlərdir. Hə, deyim. Bu birisi yata bilmir, moderator. Bu erer yata bilmir deyəm. Nəsə soruşur məndən. Deyəcək, hə, yox de, deyəm. Deyəm. Aha. Erer yata bilmir. Hə. Ererdən tanışacağım indi sizə deyəm. O gün TikTok'ta görən videosunu. Aha. Yo, ereri parancılığım. Dide, taş. Şeydi de bu. Az öyle rahattılar. Geç sene yatıp o öyle rahat olmapsa. Niye? O ne dedi? Düz deyirsən. Angel, düzdür. Mən büclərə inanmıram. Xeyr, inan. Bomba. Az o şey mümkündür de, yani ona o keçmez. Yo, mümkündür. O birileri neyniyecek be? Bunu elədi, o birisi neyniyecek? Ay bacı, bir de görürəm ki, TikTok'ta oturmuşam sevgiliciyimlə. Az telefonu belə elədim, bir de görürəm ki, kıza baxıram, deyirəm, tanış gəlir mənə. Deyirəm, cəhənnəm olsun. Çevirdim. Az qayıtdım dalı. Deyirəm, ay bakın. Az qayıtdım dala. Belə eləyirəm oğlana. Bu bir sən kimdir, düz kimdir? Deyirəm, moderator. Deyirəm, moderatorum kimi. Dedim, o da bir də gidiyor. Söz sattım. Dedim, Erir, sən uşaq TikToker olmuşsan. Ay bacı, səni TikTok'ta görürəm. Saçlarıma qaynağı yıxdırırsan. Kız səni çəkib. Az qaynanan yazıqdır. Əlində qalar telefon. Axırıncı səfər ekspertə gedər ki, bu arvad nöş olub, gözlərinin içində görərlər ki, sən TikTok'daydın, arvadın ağzı əyilib.
Ay bacı deyir, mən nə bilim, deyir qız məni deyir daldan çəkirdi deyir. Mən nə bilim deyir güzgüdə mən düşmüşəm. Vallahi deyir xəbərim yoxdur. Zəng elədim ona silsin. Dedim az mən cəhənnəmə. Eybi yox, o birisilər eybi yox. Qeyran onun əlində TikTok olanda görər gəlini TikTokda belə-belə eləyir saçlarını. Az arvadın gözləri yumlar, bu yaşasın da ne istəyirsən cəmaata düşmazsan. Yoldaşım az əkizlər də, əkizlər ac əkizlər. Kişi oğlaq necə olur? Mənim atam dekabr idi. Dekabrın 23-ü atam olur. Nə bilim, bir manat xeyrini görməmişəm. Nə atamın, nə ərimin. Yəni, donuram. Donuram deyən keçim utanma. Bu bir tərəf. Vallahi mən atamdan astroloqsuzdu, küsüzün başına. Sən nə atamın xeyrini görmüşəm, nə ərimdən xeyir gördüm sən Allah. Yazıq canım, vallahi heç şey görmədim yazıq olardı. Heç nə. Bəxtsiz, talihsiz Zuzu. Baldızım qız bürcüydü. Ağıllı bürcdü, amma ağılsız bürcdü. Analarının sözləri ilə oturub durub ailələrini dağıdırlar. Bilmirəm hamısı elədi, yoxsa bu elə idi, bilmirəm. Az yox, aliment almıram. Sosial hara alım? Adımda maşın var axı. Adımda internet var, maşın var. Neyniyim? İşim maşınla gedir. Kim maşını satım ki sosial alıram? Ay. Deyir internetin de olmalıdır da. Ne bileyim bizimkiler elə bilirdilər. Padruqam var idi, o düzəltmişdi özünə. Sosial düzəltmişlər. Az deyirəm anamın adına, az ananın adına maşın alarlar. Mən heç kimə inanmıram. Hər şey mənim öz adıma. Ana nədir? 5 dəqiqə belə, 5 dəqiqə belə. Başı çönər, mənim anam Türkiyəyə gedən arvaddır. Oturar sənin ana, onun amına. Türkalayarlar ki, qızının əlindən al maşını. Alar əlimdən maşını. Mən həyatda heç kimə inanmıram. Heç kimə də bir tikəmi də vermirəm. Birinci özümü yeyirəm. Anadır, evladdır. Yox, başı çönər, ona nə var, həlləm qəlləm. Mənim anam həlləm qəlləm adamdır. Az eləyər. Niyə mənim anam az eləyər? Az mənim anam məni 6 ildir o mənə əziyyət verir. O məni neçə dəfə evdən qollamaq istəyib, uşaqla atırdı məni bayra, sən Allah yaxşı olsun. Quran and olsun. Mən TikToka təzə-təzə gəlirdim, bırdımın əyri vaxtlarımda. Anamı qızışdırdılar, anam dedi, get uşaqlarımı da götür, çıx get mənim evimdən. Dedim, az küçəyə necə çıxassan eysən? Sən adam içinə necə çıxassan ki, mən qızımı atdım bayra, qızım qalıb qaplarda. Adama deməz də, otelə getmişdim, hə. Sonra gəlmişdi yanma. Cəmaat mənə evzat verirdi ki, get qal bununla qalma ki, Quran haqqı. Mən utandım, utandığımdan ağlayırdım. Deyirdim, mən cəmaatın evində necə gedim qalım, mənə deyərlər ki, qalıb küçələrdə bunun anasının başı xərab olub. Az o ələm qəlləmdir. Otur onunla dinən ki, qızın qoşulub hansısa oğlana. Oğlana pul xərcləyir, inanacaq. İnanacaq. Yox, TikToka görə demədi çıx. Mən boşananda anamı qızışdırırdılar. Ona görə o da mənə deyirdi ki, get mənim evimdə, mənlə qalma. Atırdı mənə bayra. Vallahi anam mənə atırdı bayra. Hə, mənim anam tez Türkiyəyə gedirdi. O elədi. O xəsiyyətidir. O mənə sual vermir ki, yığır söyür. Nə bilim, bürcdəndir, xasiyyətdəndir, bilmirəm ki, yalan deyərəm. Onu yalan deyərəm. Hə, anamın çox pis xasiyyəti var. O elədir. Mənim qaynanam da bağ bürcüydü, rəhmətli. Türkiyəyə gedən insandır, konsert eləməyi sevirdi. Az var. Anamın bürcü balıq.
Mənim xalam mənsiz yemək yemirdi evində. Birinci yemək pişən kimi mənim üçün bankaya qoyurdu, sonra yemək yeyirdi. Mənim xalam öləndə məndən güclü öldü. Mənə dedi, sənə nifrət edirəm, səni görmək istəmirəm. Sən dedi, tərbiyəsiz insansan, tərbiyəsiz işlərlə məşğulsan. Yazıq, vallahi. Mənə dedi, sən çox tərbiyəsiz qızsan. Dedim, Dedi, bizim ölülərimizin qəbrinə girməyəsən, dedi, tərbiyəsizsən, naməhrəm adamsan. O qədər ağladım. Dedim, bu məndən nə istəyir? Mən yazıq neynəmişəm bana? Dedi, yo. Dedi, sənin videolar və oğlanlar çəkir, qoyursan TikToka. O oğlanlarla sənin adına şöynən var. Yazıq canım. Bir dənə bərbər var idi, uşağımın bərbəri. O oğlan məni uzaqdan çəkmişdi. Yazmışdı, salam, sizi xamlayacaqsınız. Sizi çəkmişəm, paylaşarsınız TikTokda. Hər dəfə deyir, görürəm uşaqlar sizi çəkir, paylaşmırsınız, yaxşı çəkmir. Çəkdim istəsiniz, həmən video nə qədər baxış tutdu. Xalama gediblər, deyiblər ki, bax, Zuzunu orada üzbözdə oğlanlar çəkib. Orada deyir, oğlan bir dənə bərbər var. Orada qadın yoxdur. Xalam da dedi anama ki, o bərbərlə bunun nə əlaqəsi var ki, o oğlan bunu çəkir. Anam da dedi, ay qız, cəmatın ailəsi var, ailəli oğlandır, qız ora gedir, gəlir. Nə olar ki, deyir. Zuzu deyir, sosial şəbəkədə olan adamdır da, o da bəlkə də reklam elə istəyər Zuzudan bir şeydir. Burada nə var ki? Vay! Anamla xalam dava elədi. Anam mənim tərəfimi saxladı ki, sənə kim deyib ki, Zuzunu oğlan çəkib? Dedi, şəkildə düşür. Anam dedi, orada şəkildə oğlan düşmür. Səni tırkalayıblar. Anamla xalam dalaşdı. Üstündən 2 gün keçdi, xalam rəhmətə getdi. Anam dedi ki, sən mənim bəst uşağımın haqqına girdin də. Mənə də qızışdırırsınız. Bir dənə uşağım var. Atıram onu küçəyə. Uşağım, mən blokda ağlayırdım. Mən atırdı bayra. Blokda ağlayırdım ki, mənim gedən yerim yoxdur, pulum da yoxdur. Mən hər atırsan bayra. Quran andı, Raulu Rəhmən canım üçün atırdı mən bayra. Gedirdim plaşatkada otururdum, yay vaxtı istidə ağlı. Mirayan Allah qapısını açsın. Miraya zəng elirdim ağlaya ki, ay Miray, mən utanıram, mən hara gedim? Mən hara gedim deyirdim, ay Miray. Mənim gedən yerim yoxdur. Mənə cəmahat güləcək ki, bu həlbət kimlənsə sevgilidir, anası ilə yaşamasın deyənə, ana ilə dava eləyir, gedir. Amma başa düş, mən heç kimə başa sala bilməzdim ki, mənim anamı doldururdular, mənim anam məni görmək istəmirdi. Mən onu heç kimə başa sala bilmərəm. Mən indi də evdən geçsəm, heç kimə başa sala bilmərəm. Mənə deyəcəklər ki, kiməsə hansısa oğlana görə evdən gedirsən. Mən o şeylərdən utanıram. Bayra çıxa bilmərəm. Ölüb yerə girərəm. Məni oğlanla görsüz utanmaram. Oteldə də görsüz utanmaram. Amma mənim gedib qıraqda qalsam, anam 3 dənə adamın içində çıxıb desə ki, mənim uşağım mənlə qalmır, məni qoyub gedib, mən bayra çıxa bilmərəm, utanaram. Uşaqlarımla çıxa bilmərəm bayra. Onu özümə pis bilirəm. Özümə yaraşdıra bilmirəm. Onu özümə yaraşdırmıram. Onun dərdindən anama ağlaya-ağlaya anamla dalaşdım. Dedim, sən Allah tapşırıram. Sən dedim, mənə dəli eləmirsən. Mənim dedim, nervlərimi pozdun, ay arvad. Sən dedim, mənə nə günlərə qoydun, ay mama dedim. O mənə pis günə qoydu. Dedim, bəsdə də cəmaatın sözü ilə çiylədin də. Əvvəl şən idin də, başımda o qədər əsəb qalıb ki, şənlik qalıb məndə. Məndə şənlik qalıb. Anam dedi ki, şeydir. Anama ağlaya-ağlaya danışdım. Anam yığdı rəhmətli xalama. Dedi, az bəsdə də. Bəsdə də dedi, uşağıma dedi, pozğun sözlər deyirsiniz. Mən də qoşuluram deyirsiniz. Deyirəm uşağıma bu sözləri. Yazıqdır axı, gözümün qabağında da deyir. Yazıqdır da deyir. Heç arada getmir. Xalam dedi, nə? Sən onun tərəfini saxladın.
Az qurdular bir-birlərini. Qurdular bir-birlərini. Dalaşdılar. Ne bileyim az. Sonra gece saat 2 idi, zəng gəldi ki, xala öldü. Getdik, gördük ki, üstünde bir tane sepi var idi, onu da götürmüştüler yazık. Sırazı, ölen gibi sepini de götürmüştüler. Yazık xalam, Canay xalam. Sırazı götürdüler. Sonra üçünde bildik ki sepini kim götürür. Bir yanımda ne olub? Yazık xalam, ne bileyim az. Elbette bu dünya yalan dünyadır, sen Allah. Boş ver. Boş ver. O dünyadan da bizim xəbərimiz yoxdur. Amma bu dünyada yaxşı insanlar çox azdır. Mən bibilərimi çox istəyirəm. Atamın şeylərini, bibisi qızlarını, onları çox istəyirəm. Atamın bibisi gəlinini çox istəyirəm, olan uşaqlarını. Atamın xalalarını, xalası nəvələrini, bibisi nəvələrini, bütün nəslimi. Çox gözəl insandılar, həqiqətən də. Çox. Hamısı gözəl insandı. Biri-birindən gözəl insandılar. Amma bunlarınki yox ha, sən Allah. 2 dəqiqəyə səni pozğun eləyib qoyacaqlar. Adam içinə çıxa bilmərsən. Məndən uzaq Allaha yaxın az sən Allah. Atlarını da çəkmirəm az, qurban olum. Yo, istəmirəm. İstəmirəm ay bacı. Suza atam üçün darıxırsan. Mənim atam ne üçün darıxım ay bacı? Mənlə oturub 2 kəlmə söhbət eləməyib. Yadıma nə salım oturum ağlayım. Kipriyim burası, bilirəm. Məndə elədir. Yapışdı deyil. Atam üçün ne üçün darıxım? Atam yadımda deyir axım. Yadımda deyil, atamın mənimlə normal münasibəti olmayıb. Atam olsaydı, atam mənə yoldaşım bir dəfə pis əl qaldırmışdı. Bütün qanın içindəydim. Qan idim, hər yerim qanın içindəydi. Onda əlimi açmışdım Allaha. Atamı qarğış eləmişdim. Səhəri gün atam rəhmətə getdi. Onda qarğış eləmişdim. Atamı qarğış eləmişdim. Səhəri gün atam rəhmətə getdi. Mayın 4-ü idi. Mayın 5-i atam öldü. Ne bileyim. Sonra da oturdum, dedim ki, mən niyə elə eləmişəm? Lapdan oldu. Atam öldü. Ürəyi tutdu, öldü. Saat 12'də. 12'də rəhmətə getdi. 11'də yuxudan durduq, 12'də də atam rəhmətə getdi. Atam, yağışın səsi, onu görə açmışam. Atam ürəyindən. Ekspertin kağızları, zatları da var, morqda yardırdım, elədim onu. Ki ekspertin kağızı olsun mənim əlimdə. Sabah bir gün həyatda da hər şey olar. Ürəyi dayanmışdı. Morf vurmuşdular. Morfdu nədir ondan. Pis günə qalmışdı. Ürəyi parçalanmışdı. Allah ölənə bizə rəhmət eləsin. Aleyküm salam. Ay Allah, qaynaq məni öldürür. Allah ölənə bizə rəhmət eləsin. Əlimi açdım Allaha, dedim ay Allah, sənə qurban olum. Mən heç vaxt heç kimi qarğış eləmərəm də. Əlimi açdım Allaha, dedim ki, ay Allah, bu kimdir, mən ondan əziyyət çəkirəm. Sən kimsən, dedim, mənə əziyyət verirsən, mən bu
Çox əziyyət çəkdim o evdə. Çox, Allah yadıma salmaq istəmirəm. Hə, dedim ay Allah, sənə qurban olum. Mən nə günlərə düşdüm, bu kimdir? Mən bu atam ola gör, nə günlərə qaldım. Sən dedim ay Allah, bunu apar yanıma. Bilin mən yərsizəm də. Axı bu sağdır. Axı deyirlər adamın atası olanda, elə belə Allahla danışıram, səhərə yaxın. Belə əlimi açmışam, elə danışıram. Belə ah-nalə çəkə-çəkə valla. Dedim ay Allah, belə də danışıram. Deyirəm ay Allah, sənə qurban olum. Camaat deyir atam var, dırnağımı ona uzada bilmirsən. Mənim dox kimi atam ola bu kimdir? Bu nədir mənim başıma gəlir? Ay Allah. Ağlaya-ağlaya yatdım. Ağlaya-ağlaya, ah çəkə-çəkə. Ağlamaqdan yuxu tutdu məni, yatdım. Saat 11-də durdum, biri gördüm zəng gəldi ki, atan ölüb. Anama bax, onların tərəfini saxlayır, bax. Anama bax. Niyə yaşamayayım? Bəs kim üçün yaşayayım? Uşaqlarım var, ölü. Atam üstlenib, atam qəfildən ürəyi tutub. Skoru çağırıblar, iynə vurub, ondan sonra da peşmansan. Nəyə? Nəyə peşmanam? Ailə qurmağıma, hə. Atamı qarğış eləməyimə də, hə, çox peşman oldum. Özümü bağışlaya bilmədim. Özümü bağışlaya bilmədim. Atamın morqda yaranda onun yarmaq səsinə qulaq asırdım pəncərədən. O səsə qulaq astım ki, o səs məni heç vaxt unutmayım. O səsi də heç vaxt unutmuram. Mən həmişə yatanda diksinirəm. Və hardansa divardan, zaddan belə tutunuram. Yadır deyə buradan belə. Qəfildən bunu belə sıxıram, nəysə sıxıram, özümü bağışlaya bilmirəm. O xırt-xırt səs mənim yadımdan çıxmır. O yarılmalıydı da, özümə də məsələn hamıya maraqlıydı ki, ata niyə rəhmətə gedib. Tətilə uşaqları, nə bilim, atamın gözləri açıq idi, mən gözlərini bağlamışdım. Bu şeydə də adı nədir? Morqda da qulağının dalından qan gəlirdi bütün, nə gündəydi. Anasının yanında apardıq, dəfn elədik. Qaynatam amma çox gözəl insan olub. Mənim qaynatam o qədər gözəl insan olub, ayanla kasıb olub, çox gözəl insan olub. Mənim qaynatamın ürəyində olan əli rəhmi onun arvadında, qızında yoxdur. İnarsan, insan 5 dənə mandalin alıb nəvəsinə verirdi ki, mənim nəvəm Raul indiyənə qədər də deyir ki, baba mənə dedi ki, səhər gəl ha bizə, mandalin alacağım sənə üçün. Kasıb adam idi. 170 manat pensiya alırdı. O pensiyanı nəvələri gələndə xərcləyirdi. Amma Raulun nənəsi pula pul demir. 1 kilo bazarlıq eləyib 2 dənə mandalin göndərməyib ki, ala bu mandalini yiyin. İnarsan, həyata bax, görsən. Mənim qabağımda onlar danışa bilməz, heç biri. Nəsillicə onlar danışa bilməz. Onların 1 qram haqqı yoxdur bunların üstündə, 1 qram. Mən olsa demişəm ikisine de halal eləməyəcəm. Rəhmiyə də Rauladır. Haqqımı halal eləməyəcəm. Mən eşidim, biləm ki, onların münasibətlərini mən uşaqlarıma haqqımı halal eləmirəm. Vallahi. Mən məsəl üçün onlara əziyyət çəkmişəm. Ona bax gülür oradan. Görsən, özü onlarla danışıraq. O gün Rəhimə zəng elib nənəsinə deyir ki, sizə gəlmək istəyirəm. Nənə də istəmir axı. Surtuq kimi nə var yığırsan cəmaatı.
Deyirəm, mama qurban, qürurlu ol. Anan kimi özünə hörmət elə. Səni istəməyən insanlarla əlaqə saxlama. Darıxırsan, ürəyin sıxılır, bilirəm. Amma özünə hörmət elə. Sənin özünə hörmətin uşaqlıqdan başlamalıdır. Uşaq zəng eləyir, deyir ki, nənə, bu xadını götür, səninlə qalım da. Nənə sənə vaxt ayırandır. Nənə səni istəmir. Bunu başa düş. Sənin 9 yaşın var, 9 ildə nənə sənə 9 saat baxmayıb. 9 ildə 9 saat sənin nənə sənə baxmayıb. Sən nə gözləyirsən? Az elə qəşəng izləyir, nəsillikcə izləyirlər onlar məni. Yo. Rəhimiyə 1 il 4 ay süd vermişəm. Raulada 2 il. O südümü onlara halal eləmirəm. Mən eşidim, bilim ki, onlar onunla atnaşennisi var, salam sağ oldan başqa haqqımı onlara halal eləmirəm. Başqa demirəm ki, paltar aldım, yemək aldım. Ana südü vermişəm, onu halal eləməyəcəm uşaqlarıma. İstəmirəm. Çünki onlar məni yandırıblar. Onlar belə də yandırıblar məni, belə də yandırdılar məni. Yo, mənə heç kim işte deyə bilməz. Kim mənə deyə bilər ki? Məni 2 dənə uşaqla küçə iti kimi atdılar bayra. Sən hansı, nədən danışırsan sən? Mən o uşağa icazə verərəm. İstəmirəm. Uşaqlar danışsın, salam sağ ol. Salam sağ ol. Yaxşıyam, çox sağ ol. Söz başqa üçün eşitməyim mən. Eşitmək istəmirəm. Yo. Mən bu dünyada hamını bağışlayaram. Bir adam var ondan başqa. Allah onu betərindən betər eləyəcək hələ. Qurban olum Allaha. Allah onu elə günə qoyacaq ki, o məni pis şeylər yaşatdı mənə. Onu Allaha tapşırmışam. Bir də onu tapşırmışam Allaha. Mən bu evdə elə belə oturmamışam. O yuxarıdakı arvad var. Mənə bilsən nə zülümlər eləyib. 6 ildir boşanmışam, 6 ildə mən eşitmədiyim sözləri o arvaddan eşitmişəm. Əziyyət çəkmişəm bu evdə. Mən kimə haqqımı halal eləyim az? Nə haqq? Hansı günümü? Niyə xəstə oldum, başım gedib mənim. Mən bugünkü günü mənim qaynanam mənə ev versəydi, oturardım uşaqlarımla evimdə. Nə azlarım var mən. Xalam rəhmətlikdən söz götürdüm, bundan söz götürdüm. Hamından söz götürə cındır gününə qoydum özümü. Kimi bağışlayayım heç vaxt. Mənim 32 yaşım var, mən dünənki uşaq deyiləm. Mən hamından söz götürmüşəm, hamından. Hər sözü götürmüşəm. Mən bağışlayaram, heç vaxt. Uşaqlarımı da ona görə bağışlamayacağım, heç vaxt. Uşaqlarım da məni itirmək istəyirsə, geçsinlər onlarla danışsınlar. Deyək, gəlir. Utanmırsan, sənin neçə yerdə ev almışam sənin üçün. İndi hələlik burada qalsaq, utanmırsan. Xeyr, sən mənə az zülüm eləməmsən. TikToka girəndə sən mənə nələr deyirdin az. Az yaxşı, az get az. Sənin yarısı yalan, yarısı doğru. Sənə kim nə deyir? Az akvaparka gəlmişdin, dalınca qovlamışdın məni evdən. Pox yemişdin sən. Mən pox yemişdim, sən məni qovlamışdın. Sən məni qovlamamsan. Yarımçıq vəziyyətdə giyinirsən. Kim götürər sənin giyimini? Az yaxşı, az yarımçıq vəziyyətdən. Afriska. Az yalan deyir. Sənin imarətin var. Az yalan deyirsən. Az yaxşı, az get az. Az, səndən söz götürməmişəm. Az qovlamırdın məni. Sən anonam da gəlin sözümə baxasan da. Sən məni niyə qovlayırdın? TikToka görə qovlamırdın məni. Niyə uşağınam da? Allah uşağımsan. İndi mənim uşaqlarım düz eləyir, onlarla danışır. Kişi kimi düzündür də. Qurban olum, ay Allaha əlimi açıram. Sən bilirsən məni əlimi açanda Allah vurur başından. Düz eləyir, zəng eləyir onu. Zəng eləmir, indi nənəsi. Olmaz. Haram xoşları olsun, demişəm. Başa sal onu başa. Yo, olmaz. Olmaz. Özüm baxmışam uşaqlara. Özü baxmışam. Olmaz.
Olmaz. Aca Olmaz. basır bağlayır. Olmaz. Niyə basıb bağlayıram? Mənə deyir, zulüm Açam, eləyir. buradakilar Sən səni pot tanıyır. yeyirsən. Buradakilar səni Hə. tanıyır, bilirsən xasiyyətimi. Sən mən TikToka girəndə mənə Mən- nələr deyirdin Qulaq az. as, qulaq as. İndi Mən- xodun alınıb da. Mən olmasaydım, sən belə zuzuşka, buruşka, duduşka olmazdın. Gedim axla. Bas bayraz mənim başıma xarab elə. Hər özü üçün haqlıdır. Siz canavar kimi arvadam, sən... Asas. Yaxşı, sən hər şeyin var Afriska. Az mən nə deyirəm, mən deyirəm. Sən biri... Mən deyirəm ki, mənim xeyr. Bir dəqiqə deyən. Az. Bir dəqiqə deyən. Az bir dəqiqə deyən. Mən 2 dənə uşaqla boşananda mənə zəng elədilər, maraqlandılar ki, küçədə qalacaqsan, evin var. Düz deyirəm. Kişinin qızısan deyirəm ki, düz deyirsən də. Atdılar bayrağı. Atı onda püsü. Bas. Yox, ben sən Bas atdılar bayrağı. Mama bas bayrağı. Sən qolum sındı, qulaq as mənə. Bas bayrağı mama. Sən atdılar bayrağı. Hə. Mən sənə dedim ki, Yo, mən sənin mənə dalında borc. durmuram. Yo, sən mənə dağlar çəkdin 6 il mən boşanmışam, sən mənə dağ çəkmisən. Əcəb eləyirəm, hələ çəkəcəyəm də. Baxsan. Nə xoşuma gəlmir, onu da deyirəm sənə. Hə. Onu mənim jüvenyamdasan. İşte renyamdasan, ren eləyərəm mən başımı xərab eləyəm. Mənim deyir, başıma oyun. Hə, götürmüsən də başımı oyun. Yaxşı. Az yaxşı. Sən üçün hər şey eləmişəm, ha, sən müjgan döysən, ha. Az. Bəs saz Afrika. Heç kimin adını çəkməz bağlı qapıda. Afriskasan, sən. Hə, yaxşı, yaxşı. Sən iki gözündən gəl. Hə, də çox sağ Allah canınızı sağ olsun, sağ olun, bağlı qapıda. Az o məni tərsinə başa düşür. O mənə başa düşdü nə demək istəyirəm. O bilir. O bilir mən nə demək istəyirəm. Mən ona demək istəyirəm ki, mənim bugünkü günü uşaqlarım zəng eləyirsə, zəng eləməli deyil. Çünki o adama zəng eləyərsən ki, o adam həqiqətən də sənin qanundan, canundan olar. Sənin qanundan da, canundan deyil. Mən bugünkü günü mənim anam olmasa, mən zibillikdə qalardım. Zibillikdə, küçələrdə, nə bilim, az haradaydım mən nə bilim. 2 dənə uşaqla atıblar məni, balaca qız uşağı, balaca oğlan uşağı, it kimi. Küçə itini heç olmasa bayrağı atanda bir dənə ev düzəldirlər kardonla. Mənim heç o yerim də yox idi. İt kimi atdılar mənə bayrağı. Qanundan da, canundan deyir. Uzaqdan uzağa rəhimə, sağ ol, salam. Sən nə var yığırsan? Qız məni yandırıb, Qız o günləri zəng eləyir ki, şeydir. Nənə sizə gəlmək istəyirəm. Az 9 ildə bir dəfə deməyib, 9 saat baxmayıb sənə. Nə var yığırsan cəmaatı? Bütün günü küçələrdəsən, uşaqdan xəbərim də yoxdur. Başa düşmədim, sən mənim uşağıma baxırsan. Əcəb olub küçələrdəyəm. Səni kimi evli kişidən uşaq doğub, şantaj eləyib, pul alıb uşaq saxlamıram ki. Uşağı da öyrət, danışma. Az danışsın. Danışsın. Eybi yox. Amma qürurlu olsun. Qürurlu olsun. Deməsin ki, gəlim də süzə. Səni istəməyən adamın evinə niyə gedirsən? Danışsın, nə olar ki? Danışmalıdır da. Qohumlarıdır da. Erişiyorlar. Burası deməsin ki, bizə gəl. Yox, mən gəliyim süzə. Sən niyə o sözü işlədirsən, mama qurban deyirəm. Eləmə də, hər dəfə ona demişəm ki, özünü alçatma, özünü yuxarıdan tut rəhimə. Az mən 10 yaşında bir ağıllı qız idim ki. Mən 10 yaşında bilsə necə ağıllıydım. Anam işte. Az ondan nə qədər başa salmışam. Demişəm, onlara zəng eləyib deməyinə süzə gəlirəm. Onlar səni istəmir. O sənə mən öldüm. Sən ki, dövlətin sığınacağında qal. Nənənlə mən öldüm. Dövlətdə qeyb qalacaqsan, mama qurban. Sən heç kimin yoxdur. Onlar prosta elə belə. Prosta var. Yo, uşaq mənə düşman qapısına apara bilməz. Uşaqla mən düşman ola bilərəm. Mənim uşaqlarımın heç kimi yoxdur. Ay bacı, biz başımızı qoyduq, bizə bir şey oldu. Heç kimimiz yoxdur, mənim uşağıma baxsın. Ana. Niyə? Mən neynəmişəm ki?
Mən neyləmişəm ki, mən niyə paylaşıblar? Niyə? Qızım, mən niyə paylaşım? Mən neylədim yazıcı? Qızım, mən niyə paylaşıblar? Ay yerir. Mən niyə paylaşıb? Şəklim düşüb. Görün, görün. Yol saçalım, mən neylədim? Ay bacı yenə məni. Qoymurlar evimdə oturum. Az qorxuram, sən Allah 2 dənə yetim uşağım var, ay Allah mənim adımı çəkməyin. Vallahi. Ha. Hə, baxım. Qorxuram ay bacı. Yoxam axı mən burada. Ən axırıncı. Даже если ты больше не ждешь. Mən yazım. Nədə məni qınıyırdın ki, oduram. Ah, gedirəm. Nədə məni qınıyırdın ki, o zibili sən qaynadanda. Ən axırda, axırda yoxam axı. Yoxam axı mən. Yaxşıdır, pis. Allah canı, Allah səbir versin. Allah balasına səbir versin. Allah balasına deyim, Allah üzünə səbir versin. Allah balasına rəhmət eləsin. Erir bir dənə iş telefonumu at da baxım. Amin. Səhifəyə girdim, mən özümü tapa bilmirəm. Deyən yerə atacağım. Nə deyə attım mənə? Köram axı. Mən bu səhifəni əngəl atmışam axı. Mənim şəklimi niyə qoymusunuz? Qurban olum sizə, bu nədir? Nə oyun çıxardırsınız? Biabırçılıq. Abla, mən bunu atmışam bloka. Bir dənə səhifəni skrin elə də. Niyə mən silinib deyəsən, yoxdur. Bu qızı tanıyıram da. Story'yə baxdım, yoxdur ay qızlar. Silib. Kullanılmıyor deyir. Şu anda özel olarak ayarlanmış veya kaldırılmış. Silib. Ne silib? Məndə də belə göstərir.
Vallahi baxa bilmədim, vallahi. Amma xanımın səhifəsinə girə bilirəm həmin qadının, yəni səhifəsinə girirəm. Prosta videonu tapa bilmirəm. Sən mənim başıma elə oyun gətirdin. Canım Nazim, nə tərsən atam. Həyatda da. Qaşmıya özüm eləməmişim. Yox, heç nə də demir. Allah məcmasara bizdən uzaq eləsin. Yox, baş qoşmuram. Beymə lazım. Qəşəng yağış yağır. Yox, ona görə deyiləm elə belə.
Oğlan şəkillərinə baxıram. Yo, ona görə deyil uşaqlar. Oğlan şəkillərinə baxdım, pis oldu. Qismətə bax. Bu uşaq kimdir bəs? Onu bilmədim. Qardaşı, bacısı uşağıdır bu. Bacısının uşağıdır. Yok, Rus adam ne? Yattı da. Niye o bacısının uşağıdır? Sabah da pazar gündü. Yağışda yağdı. Ben de masa hazırdaydım. Daha yağışda gücüne gelmişim. Lisan dökür. Yağışda gücüne geldim. Tuttum.
Məktəb yoxdur, uşaqlar evdə, havada bir yandan. Hə, uşaqlar işte, uşaqlar atası gildədir məndə. Uşaqlar, oğlan orada qalır, atasını çox istəyir. Babası rəhmətə gedəndən sonra atası biraz pis oldu. Ondan sonra şey elədim, dedim Raul biraz qalsın atası ilə. Ona görə aparıram onu atası ilə. Yoxsa Raul dəcəldir, uşaqdır da. Ama elə də pis uşaqdır. Biraz atası qəfil öləndən sonra dedim yazıqdır da, biraz uşağı onunla qalsın, vaxt keçsin. İndi 5-ci gün olanda Raul'a gedir. 4 gün bizlə qalır, 3 gün atası ilə qalır. Pişik gələr yenə, yo atası qoymur. Atasına dedim ki, xəstədir sən uşağın, sən bilsən ki, sənin oğlun xəstədir. Atası ya evlidir, hardan evlidir, pul lazımdır arvad saxlamağa, evlənməyə hansı pulla evlənəcək? Poxlu, Zuzu, poxlu niyə oluram? Qaynaq qaşındırır başı, hə. Az deyil, başım yanıb dərim, buna bax. Bax. Görsən bunları. Dərim yanıb. Hamısı yanıb. Ələ verin dolanın, kimin atası ilə. Dəlisən sən. Az yuyunurəm mən onu əl-ələ verim. Onunla heç ayağa da vermərəm. Yo. Sən Allah məndən uzaq ol. Əsəblərim gücünə yerinə gəlib. Dəlisən, yo. Boyada dibləri yanır da mənim dərim həssasdır, ay qızlar. Mənim dərim həssas deyil. Mənim dərim həssasdır. Dərim həssasdır mənim. Deydi, buna bax. Bax. Görsən, gördün, buna bax. Görsən, dərim yanıb, hə. Asfetbeyinli də. Bilir ay yağır, söhbət eləməyədim axtarır. Yağır. Hə, Sən görmürsən. mənim maşınıma baxmadın, lüka açıqdı yoxsa yox. Mən nə bilim. Düşün gelin baxım. Bilir ha, yağır. Bilir yağır. Qabıqdası yox, dərim yanıb. Belə qabıqla mı bayra çıxaram? Dərim yanıb ara. Buyurun. Belə qabıq olsanız mən adam içinə çıxa bilərəm. Xəstəşiyəm mən. Ağlınız o yekə bığlı qızlara getməsin burada. Qız maraqlı deyib bitləri mən xoşlayıram. Allah haqqı. Tik. Prosta adamın başında gəzirlər də, gic. Onu öldürəndə xoşlayıram. Tik.
Sizi gece hara gedirəm ama. Az qoy getsin de neyim bizə lazımdır. Qoy gedir getsin səmlə. Maşında lük açıq qalıb deyir. Qaraçı lükü ne var açırsan ki? Yox ne var açırsan bu lükü? Ne var? Başım yaradı. Başım yaradı. Şeylerin Allah xoşlayıram mən bit öldürməyi. Dəldi ki bu. Tik öldürməmisiniz. Uşaqlar çoxdan yatıb. Çoxdan az indi uşaq qala. Uşağın zələtkası qutarıb evri. Uşaq yatıb. Ağıllı balalarım mənim. Tərbiyəli uşaqlar. Anaları kimi vəzifə sahibi. Az bir tardan düşüb, qaynaqdan da başımın dərisi yanıb, bax. Bax, yanıb ölürəm. Bu da mənə qaşındırır. Buralarım yox. Buralarım qaşınır. Deydi. Buralarım qaşınma tutur, az ölürəm. Bura bax, deydi. Yanıb ölürəm. Deydi. Bir abur olmuşum. Eli bir WhatsApp'dayım üzüylə. Oğlanlar da belki de burada var. Bir simpatişli oğlanlar da oturublar mənim canımda. Deyirlər ki, zızıncındır başına baxdım. Az birimiz de yazmışız ki, ay söz elə şeyler eləmə. Bura WhatsApp deyir, oğlanlar var burada. Kızardım, bakandım. Eksamandır belki. Neyəm ben? Az yox, dərim yanıb. Eksaman nədir? Az belə eksaman olur. Eksaman ne gəzir? Niye yatmırsan? Az sevgilim var, yatım. Hara yatım? Eksema. Az yox, eksema zot deyirəm mən. Başımın dəbi yanıb. Ziyalıqdandır da mən başımı bilmirəm. Mən dalımla qabağıma aid eləyə bilmirəm, ay bacı. Deyirəm sənə, asfaltlinli başımı yandırıb da. Az da qaşlarım davşı gelib də davşı. Qaşlara gəlir. Qaşlara gəlir. Ay. Ne olur bas. Az sənin yaşı bu gözə bax qırmızı olacaq. Burnun süperdi, ha. Da 7.000 pul vermişəm də, belə olacaqdı. Kipriye gəlir. Eləmək olur, niyə olmur? Olmaz mənim qaşlarımdan, düz deyirsən. Tanışırıq, bir dənə gül atmırıq, az neyirsən, cəhənnəm olsun, rədd olsun gül. Gül lazımdır bizə. Neyirsən az gülü. Ne paltarlarımı tökdüm, yıxdım, düzəltdim. Səhər oturma, çay zadı satım, duxunu satım. Oturmuşam boş. Məndə də olmuşdu saçlarım. Satışlarıma başlayayım, az oturmuşam, gec. 2 gündür satışım zanım da yoxdur. Bir dənə o günləri
Rayona gönderdim 2 dənə şey, buxarı. 2 gündür satışım yoxdur. Başlayayım yenə. Qonşular yatıb, mama nədir? Qoy oturmuşuq. Mama nə? Ana yeri deyil bura. Mən Rus piyanskasıyam da var. Sən niyə keyfin yoxdur? Ne bileyim pastayankadaydım. Ayı 4 gün oturmuştum. Oğlan müflis oldu. İndi keyfim yok. Az niye olacak? Sevgilim var yoktu. Sevgilim hem var hem yoktu. Ondan göre sıkılırım. Üzerime sıkılırım. Hem var hem yok. Öldüreyim ben nerede? Burası çok tilbaş. Benim de başım götürmüyor. İşlerine. Yəqin evlidir, biridir, sevgilin. Yox. Bəyəm, sevgili adama bu vaxtı yazmayanda evli olur. Normal adam ola bilməz ki, qızın yatsın. Gəlin mənə kimi səhərə qədər oyaq qalsın. Şaman normal adam da səhər işə gecə axşam gəlir. Ya. Xasiyyətimiz tutmur. Məsələn, bu günləri danışmırdıq. Axşam saat 12-də danışmışıq. Saat 1-dən danışmamışıq. Bir də danışdıq 11-də. Mən zəng eləmədim. Çünki səhv ondaydı. Niye ayrılıram? Danışıram da. Necə tutmur ki? O özündən razıdır, mən sadə adamam. O xoşlayır, sakit dayansın, sən danışasan. Mənə heç bir oğlan köməyi lazım deyil, nəyimə lazım. Narsız. Mənim də başım götürmür. Yığma, yazma. Yaxşı. Sırtıq qız deyiləm də, xoşlamıram elə. Oğlan deyəcək ki, yığma məni. Məsəl üçün deyəcəm, səbəb nədir? Birdən kimsə ona yalan məlumat verər də, mən halallıqla sağollaşmağı xoşlayıram. Deyəcək ki, yəni, sənin elə xasiyyətlərin var ki, alınmır. Deyəcəm, niyə görə ki, istəsən, yəni, alınlar da. Deyəcək ki, o istəmirəm, hə, yaxşı. Üzrüsə, narahat elədim səni. Sağ ol. Cəmaatın oğlandan necə yapışın qalın ki, məni sev. Anlaq. Oğlan xeylağı özündən razı olmalıdır da. Amma çox da yox. Mən yüngül oğlanları xoşlamıram. Yüngül oğlan kimə lazımdır, heç kimə. Oğlan oturursa yanında bir iki dəfə gülsün. Belə, xoşlamam.
Naxçıvanlı deyil, yox. Hardan Naxçıvanlı oldu? Hə, ancaq xoşlayam. Ağır təbiətdə olan xoşlayam. Dəqiqə başı gülən yox. Mən də dəqiqə başı gülən deyiləm ha. Ciddi adamam. Ona görə onu da elə istəyirəm. Nə bilmir, danışırıq da. Elə bir ərə gedəcəm. Mənə nə var, biri gördün ayrıldıq. Yüzləndirdi məni. Attım on bloka. Mənə nə var? Təzə deyək, günaz yox. Təzə nə deyək? Diqqətlisən qarşım. Necə sanat olmuşam? İl var, yaxınlaşır. Bunun suzu çoxsan. Xala nə cəb qoyur? Oğlanı evə gətirmirəm ki, xala niyə qoymasın ki? Qışqanırsan az yox. Onun başını bırak. Benim yazım düşmür, yok. Çoktan. Ha. Allah həzrət. Hı. Çay gətirdim sənin üçün. Eyvayla. Bildim şeysən. Neyəm? Tənbəllik eləyəcəksən. Kəs sənin yerinə bir oğlum olaydı. Bir gəlinim olaydı. Vallahi gəldim oğlum mənə baxardı. Mən eşək burada 33 yaşında qızı çay gətirirəm. Görürəm ki... Bunu Raul işleyip getirseydi bundan hürmetliydi. Mama kurban Raul. Böyle ağzıma gelen dediğinde bir stəkan çay verin. Raul işleyip getirseydi içerdim vallahi. Çok sağ ol yerim. Saxlayaram istədiklərini, problem yox. Bacı bir stəkan baba bizim ben 9 ildir boşanmışım bu vəziyyətdəyim. Bunu demək istəyirdim bu yax. Bir stəkan çay verdi. Verməseydi bundan yaxşıydı. Niye aile kurmursan? Az diyan da. Oğlan tapa bilmirəm sevgili olum. Qədəri gecə atıram bloka səhər çıxardıram deyir aile kurmursan. Paşo qərəb deyir. Hardan kurum aile? Oğlan məni bloka atır, mən onu blokdan çıxardıram. O atır, mən çıxardıram. Öz səhifəsi ilə bloka atır, fake səhifəsi ilə oturub baxır mənə. Bu xiyarın neyinlə aile kurum mən? Af yüreğimden mi? Af. Az bu tındır stekana döküm. Fiyan. Az yo. Ailəsiz yaxşıdır. 3 gündən bir görüşürsən, su. Ailəsiz yaxşıdır bacı. Bunun əynini yuv, başını yuv, yemeği pişir. Gəlsin, şöngüsün, otursun bütün günü evdə. Hə. Mazgüvü xərab eləsin. Onu niyə elədin bunu? Az yo. O da evində otursun, mən də. Çorapların içindən tapdım.
dodaq dolgusu kim eləyib? Aynur Kəzimova. Heç kimin qədrini bilmir. Harda tanışsınız? Az nə bilmir, harda? Küçədə. Küçənin ortasında. O canını açırdı, mən onun canlısına girirdim. Yazdım ki, salam. Yazdı, nə deyirsən? Yox, dedi, nə deyirsən? Instagram səhifəsi var, Aynur Kəzimova. Qarasaç xanımdır. Mən dedim ki, üzülürsən, narahat edirəm. Canlısında 7 dənə adam vardı, 7'si də mənim izləyicilərim idi. Biabır elədim, çıxdım özümü. Sonra bir dənə obyekt var idi, oradaydıq. Gəldi, yaxınlaşdı, dedi ki, şeydi. Siz böyle, nə deyirsə? Dedim, keç bu yana görüm, nə deyirsə. Keçdi bu yana, bir də gördüm kulağıma deyir. Siz TikTok-siz. Dedim, nə olub ki? Mən sizi görmüşəm. Dedim, lap yaxşı. Ağzı suluq. İşte aşağı növrələşdik. Növrələşdik. Elə söhbətlərdir ki, mən danışa bilmərəm burada da. Yəni, yıxılıb ölərsiniz gülməkdən. Gəlin sizə bir dənə qrup yaradım, orası sizi soxum. Danışa bilmərəm də. Az yox, başqa temalı danışa bilmərəm. Necə danışım? Az yox. Ama necə danışım? Gəlin danışım, güldürüm sizi. Bu cəhənnəm olasın. 2 dənə telefonum var idi. iPhone 15, iPhone 13. Ötəni eşitdim. Kim dedi sənə TikTok-ersən? Az heç kim bağla qapını, başqa söhbət eləyirəm, bəs də. iPhone 13'üm var idi, 14'üm var idi. Koydum eve konumla, çıktım gittim restorana. Restorana oturanda bir de gördüm ki geldi. TikTok-siz. Heç tuvaletten geldim, gördüm ki qabağımda bir adam dayanıb. Mənə deyir ki, və telefonlar evdə konumla. Sən burada nə gəzirsən? Dedim, heç nə. Müqəddəs varlıq. Heç nə, elə oradan telefonları da götürdüm. Uşağın telefonu ilə getmişdim ora. 2 dənə telefon vardı, ikisini koymuştum eve, konumla koymuştum. Gelmiştim restorana. Heç nə. Ağzım sulu, şotumu bağladılar, durdum, çıxdım. Kipriyin hələ düşməyib, az düşüb, neçənci kipriydi. Oradan durdum, maddi kömək olur. Aslında indirəm, mənə oğlanın maddi köməyi lazımdır, başına deyilsin, istəmirəm. Ərim var idi. Ərimi deyirəm də elə. Ərim evdeydi, telefonu qoymuşdu. Gəldim restorana, oğlandan xoşum gəldi. Ərim gəldi restoranda, tutdu məni. Şotu bağladı. Oğlanın da nömrəsini götürmüşəm axı. Səhər də oğlanı yazdım ki, sabahın xeyirli, uğurlu, bərəkətli olsun inşallah. Dedi, o oğlan kim idi, getdi. Dedim, Padruqamın xalası oğlu. Taksi işinə baxır. Nə deyim? Deyim, əl çəkmir məndən, yapışım. De, qardaşımdır. Elə də dedim. Sonra padruqamla dava eləyəndə, padruqam zəngələdə hər şeyi hamıya dedi. Hər şeyi oturdu, danışdı. Aləm qatdı bir-birinə. Gülə də bilmirəm. Az gülmədi, gülmə otur, ağlamalı gün deyən. Neyimə gülürsən? Padruqam zəngələdə hər şey danışdı. Yazığın ürəyində xalq almışdı. Gədə paraliç vurdu, gədə insult vurdu.
Gidinəmin pulunu verirlər. Tutdum. Ay Allah sənə qurban olum. Nə bilim. Həyatda da yaşayırıq. Harada özümüzə xoş baxırlar, orada otururuq. Valla neyniyək? Neyniyək? Mən həmişə özüm üçün demişəm ki, mən ev pişiyi kimiyəm. Harada üzümə xoş baxırlar, orada qalıram. Kim məni qovlayacaq, çıxıb yiyəcəyəm. Məcbur mən cəmaatın evində qala bilmərəm. Bax, harada mənə ev yeməyi verirlər, orada da qalım. Ev pişikləri başqa yeməklər yeyə bilmir. Axı, o nasıl onun öz yeməyi olur. Mənim yeməyimi versinlər, mənə yaxşı baxsınlar, otururam orada. Gördüm üzümə yaxşı baxmırlar. Dalıma təpi vururlar. Saç, tüklərim tökülür, dırnaqlarım uzanır. Deməli, mənə yaxşı baxmırlar. Onda mənə hara yaxşı baxırlar, orada yönəldirlər. Orada gedirəm. Mən neyniyim? Ancaq yediğimin pulum ve az o tesadüf olmuştu. Benim neyim lazım ki kimse ben pulumu versin. Ama hiçbir oğlan puluna ihtiyacım yoktu. Neyim? Ne lazım da? Hediye alabilir ama ben hiç kime zengin demirəm. Mən pul verəcəm. Deyənlərə də pis baxmıram ha, qələt eləyərəm. Qələt eləyərəm. Yox. Proza yəni mən eləməmişəm də, nə bilim. Köməyə ihtiyacım var, bəli, niyə yoxdur? Amma lazım deyil də, istəmirəm. Allah mənə versin. Neyəm o? Oradaki düşünce farklıydı axı. Her şey farklıydı. Bura farklıydı, bura farklıydı. Öldüm yeməkdən. Məsəl üçün, mənim çevrəmdəki qızların maşınlarının kreditlərini sevgililəri ödəyir. Evlərinin kirələrini oğlanlar ödəyir. Evin bazarlığı, dırnaqları, əyni başlarına. Ayda 1500-2000 olar baxır onlara. Mən yox. Yerə soxum sənin cındır boy, bəkir sənin başına. Mənim o bacarığım yoxdur da, mən neyim ay bacı? Mən salam verəm, məndən qabaq ağlayır. Vallahi, məndən qabaq ağlayır. İş təkcə o deyil ki, mən bu həyatda huzur axtarıram, xoşbəxtçilik, sakitçilik, hər şey o deyil. Mən onun xəstəsi deyiləm. İnsan bir insanla münasibət qurar, zəng eləyər, dərdləşər, danışar, onun yanına gedəndə üzü gülər. O qədər insanın həyatdan küsən günü olur ki, bir adamın yanına gedəsən, başını onun çiyninə qoyasan, biraz sakitləşəsən. Buna hamıya ihtiyacı var bu şeyə. Mən o şeyə ihtiyacı olan adamım. Mənim şəxsən ona ihtiyacım var. Sakitçiliyə ihtiyacım var. Ucqar bir dənə rayon olsun, dağınıq, tökünük bir dənə ev olsun, mən orada qalım. Ona ihtiyacım var, valla var. Mənə lazım deyir, bahalı oteldə gedim, dincəlim. Səhər yeməyi zad versinlər. Nə bilim, neynəsinlər, sakitçilik istəyirəm. Hər 5-ci gün deyirəm ki, rayona gedəcəm deyə, hanı gedirəm ki,
Bir dənə pox püsür çıxır ortalığa. Gedə bilmir. 2 gündən artıq qalmarsan. Əsədə bir gün də qalsam yaxşıdır. Eybi yox cəhənnəmə. Eybi yoxdur. Cərimə niyə olundum ki? Cərimə niyə olundum mən? Cərimə niyə olundum mən? Cərimə niyə olundum mən? Ya, başı gedib deyəsən. Lan başı gedib az, məni cərimə eləyir 40 manat. Başı gedib deyəsən bunun, bu nədir az? Təzə 40 manat verdim, 2 bal. Başları gedib bulan var yoxuna nəhləd. Bu nədir az? Sonra konsert axtarır bu deyəsən. Dedi ya. Bu nədir az? Ömür boyu mən orada maşın saxlamışam, qırmızı səkidə saxlamışam. Sən mənə 40 manat 2 bal cərimə rişeniyə getdi mənim pravam. Bunun başı gedib bunların. Bu nə deməkdir? Bu nə demək? Təzə çıxıb bu. Konsert axtarırlar bunlar. Dayan görüm az. Bu nə deməkdir ki? Bu nə deməkdir ki? Təzə çıxıb bu. Sənə kim deyir ki, mən qırmızı səkidi mən orada saxlaya bilərəm. Sənə kim ixtiyar verir, gəlib məni çəkirsən? Başı gedib bunun. Bu nə da? Bulan deyəsin başları gedib, hanı mənim açarım? Maşımın açarı zadanı. Maşımın açarı hanım. Açarım hanı deyirəm sənə. Sən öl, deyəsən bunların başları gedib ya da mənlə dava atarırlar. Hara qoydum mən maşın açarını? Dedi ya. Sən deyəsən məndən xoş üz görüb hə, hamı burada. Bu nə deməkdir? Mənim gəlin maşınımı çəkir, 2 bal 40 manat cərimə. Sənə kim o ixtiyarı verib? Səkidə saxlamışam mən. Ömür boyu orada saxlamışam. Qırmızı işarə var orada. Gəldi yenə gəldi, çəkdi, çıxdı, getdi. Bunu çəkməyi ilə, sən öl. Deyən səhər açılsın. Bu nə deməkdir? Qırmızı səkidir. Qırmızı səkidir. Qırmızı səkidir. Hamı da saxlayıb, mən də saxlamışam. Mən niyə gəlib çəkirsən ki sən? Mən niyə çəkirsən ki sən? Sən xeyr olun mənə çəkirsən ki. Saxlamışam. Bu nə deməkdir? Bu nədir? Bu nədir? Dəqiqabaşı gəlirlər, çəkirlər, gedirlər. Qırmızı trampolinlər deyə orada saxlamışam da. Sən niyə gəlin mənə çəkirsən ki? Bu nə deməkdir? Bəs süründə qalır. Harada gedib saxlayayım? Çıkarım. Kimdir onu çeken? Saat 2'de gəlib mənə çəkir, çıxır gedir.
Normal adamı gəlir çəkir. Geçsin sildirsinlər. Burada maşın saxlamışam, hamısı saxlayıb. Sən məni niyə çəkirsən? 2 bal cərimə, payatonla. 2 bal nədir? 40 manat nədir? Yox, mən niyə gəlib bunu çəkirsən ki? Burada saxlamışam da maşını. Hamı necə saxlayıb? Deyək, ala. Hamı nətər saxlayıb? Deyək, hamı kimidir. Mən də burada saxlayıb. Sən məni niyə gəlib çəkirsən ki?